Babək Mehdiyev sual verir ki, insanlar hərdən dilləri ilə insanları acılayırlar. İnsanın qəlbin qırırsa bir insanın bu cür münasibət zəhmət olmasa biliriz. Baxın, çox gözəl sualdır sualınız. Həqiqətən də qəlb qırmaq, Kəbə evini uçurtmaq qədər, dağıtmaq qədər ağır bir günahdır. Bir gün bir ata övladına deyir ki, övladım, sən çox əsəbisən, qəzəblisən. Hər dəfə qəzəblənəndə bir taxta parçası götür, onun üzərinə bir mismar vur. Övlad gedir, qısa bir müddətin içərisində həmin taxta parçasının üzərini mismarla doldurur, mıxla doldurur. Artıq taxtanın üzərində mismar vurmağa yer yoxdur. Və elə ki, bir gün gəlir, həmin o taxta parçasının dolu vəziyyətdə üstü mismarlı, mıxlı formada gətirir atasının qarşısına qoyur. Ata deyir ki, övladım, bu dəfə də get, nə vaxt əsəbin sönsə, qəzəbin sönsə, onda da o mismarları, mıxları bir-bir taxtanın üzərindən çıxar. Oğlan gedir, bir müddətdə keçir, həmin o taxtanın üzərindəki mıxları bir-bir təmizləyir, taxta parçasını gətirib atasının qarşısına qoyur. Ata deyir ki, övladım, get, indi bu taxtanın üzərini hamarla. Övlad gedir, onun üzərini nə qədər hamarlayırsa, həmin taxta parçasının üzərində deşiklər qalır. Atasının qarşısına gətirib qoyanda, ata deyir ki, evladım, bax, sən hər dəfə qəzəblənəndə bu taxtanın üzərinə bir mıx, bir mismar vurdun və sanki bir qəlbə bu cür mismar vurdun, bir mıx vurdun. Necə deyərlər? Qılınc yarası sağalar, söz yarası sağalmaz. Qılıncın yarası nə qədər ağır bir yaradır ki, sağalır. Amma sözün yarası, sözün açdığı yara sağalmır. Bəzən söz elə bir gücə sahibdir ki, insana ruh verər, insana güc verər. İnsan sanki qanad açıb uçacaqdır bir söz vasitəsilə. Bəzən də söz elə bir gücə sahibdir ki, insanı ruhdan salar, insanı depressiyaya salar, insanı psixoloji travmaya sala bilər ki, bu baxımdan biz sözün gücünə və sözə diqqət etmək məcburiyyətindəyik. Ata deyir ki, övladım, bax, sən indi sakitləşdiyin zaman apardın bu taxta parçasını hamarladın, nə qədər hamarlasan da o deşiklər taxtanın üzərində qalmış oldu. Bununla da övladına mesaj verir ki, çalış ki, qəlb qırmayasan, çalış ki, insanları incitməyəsən. Baxın, insan Allah yanında o qədər dəyərlidir. Allah öz bəndələrinə xidmət etməyi özünə xidmət etmiş sayır. Ramazan ayıdır, deyir, insanlara iftar ver. Niyə Allah bunu bizdən istəsin ki? Bir bəndəsini bizim verdiyimiz iftar vasitəsilə doyuzdurur, bir tərəfdən də biz verdiyimiz iftarlar vasitəsilə savab qazanmış oluruq. Bizə savab qazandırır, digərinə yemək qazandırır, toxluq qazandırır. Birini geyindirirsən, libasla sevindirirsən, bu tərəfdən sən savab qazanırsan. Sədəqə verirsən, bəlalardan xilas olursan. Bunların hamısı kökdə, Rəbbimiz bizə demir, daşa xidmət elə. Məsələn, daşın üzərində yonqular apar, naxışlar düzəlt və yaxud nə bilim, torpağa xidmət elə. Sən edəcəyin xidmət, əgər torpaq dediyimiz torpaqdırsa, o bizim vətənimizdir. Vətənə nə üçün xidmət edirsən? Çünki vətənə etdiyin xidmət sənin vətənin içərisində vətəndaşına etdiyin xidmətdir, insanlara etdiyin xidmətdir. Bunun üçün də biz çalışaq ki, insanların qəlbini qırmayaq. Çünki Allah bir hədis-i qüdsüdə buyurur ki, mənim ərşim yerə və göylərə sığmaz. Amma mömin bir qulumun, bəndəmin qəlbinə sığar. Onun üçün də mömin bir qulun, bəndənin qəlbinə Allahın ərşi sığarsa, biz qəlbi qırmaqla Allahı incitmiş olarıq. Allahı incidəriksə, burada artıq işimiz çətin olmuş olar ki, qeyrətullaha toxunarıq. Ona görə də biz bizi izləyən bütün izləyicilərimizi, sonradan izləyəcək izləyicilərimizi və yaxud bu sözləri eşidib ətrafda tanıdıqları olan insanlara bu mesajlarımızın çatdırılmasını istəyirik ki, qəlb qırmayın, incitməyin. Bəzən
incinə bilərsən, amma çalış ki, səni kimsə incitsə də, Həzrət Əleyhisselamın gözəl bir kəlamı var. Elə bir gül olun ki, sizi əzənlərin əlində ətriniz qalsın. Asan deyil, çətindir, amma amması nədir? Amması odur ki, əgər Allaha qul bəndə olmaq istəyiriksə, gərək o zaman da bu kimi məsələlərdə müəyyən formada səbir və təmkin göstərək.